Hər şeyin öz vaxtı var. Sənin də ləzzətli alətlərin olacaq. Birinci növbədə özünə qulluq eləməlisən. Qulluq eləmək üçün nə etməlisən? Səliqəli alətlər istifadə eləməlisən. Qaydalara riayət eləməlisən. Hər zaman öz üzərində inkişaf eləməlisən. Jmotluq eləyib yaxşı alətlər almayacaqsansa, o artıq sənin problemindir. Müştəri gəlir evinə, malyar çıxır qabağına, tanımır da qaqaşı bu. Tanınmaz bir hala gəlir. Elə də bahalı bir şey deyil də. Sənin işvasan daşdıracaq. Həm toz torpaqdan qorunacaqsan. Və belə böyük bir meşoku var, borusu var. Bir tərəfini qoşursan alətə, digər tərəfini də bu meşoka. Tozun qarşısını alır. Daha rahat işvi görmüş olursan. 180 mm diametrində belə cilalama kağızları gedir üzərinə. Yapışdırdım bunun üstünə. Burada da belə qəşəng ledi də var ki, qoşdun, iş görən vaxtı divardakı əyrilikləri görə bilir. Xüsusi vakuum texnologiyasından təchiz olunub ki, avtomatik bu fırlanan vaxtı sovurur oradan, yığır torbanın içərisinə. Hətta M-Topdan bir dənə də toz sovran alırsan, borunu qoşursan birbaşa toz sovrana, tozun lap çox hissəsinin qarşısını ala bilirsən. Divar bilsə nə olur? Mil. Bir dəqiqədə 1000-2900 fırlanma ilə çalışır. Buradan idarə eləmək mümkündür sürətini. Düppədüz divarlara eləyirsən. Sonra da üstündən istəyirsən emulsiya vur, istəyirsən aboy vur. Bizimlə əlaqə saxlayırsan, 100 manatdan yuxarı olan sifarişlər də lazım olan ünvana pulsuz formada çatdırılır. Sənin yaxşı usta olmağın üçün əlimdən gələni eləyirəm.